Demək dostlar, burada Aslan İsmailov fotolar paylaşıb. Yəqin ki, rejissorumuz sizin diqqətinizə çatdıracaq. Aslan İsmailov Ramiz Mehdiyevin həbsi ilə bağlı. Burada şəkillərdə Səttar Mehbaliyevdir, Ramiz Mehdiyev, Əli Həsənov, Abel Məhərrəmov, Ziya Məmmədov, Elton Məmmədov və Nəcməddin Sadıqov. Bu şəkillər paylaşıbdır burada, həmin yazıda. İndi dostlar, Aslan İsmailov Ramiz Mehdiyevin bir ifadə var burada dostlar. Ramiz Mehdiyev işini bir müxalifətçi jurnalist səviyyəsinə indirdilər. Aslan İsmailov deyir. Diqqətlə qulaq asın. Aslan İsmailov yazır. Ramiz Mehdiyev haqqında cinayət işi qaldırılandan onun obyektiv aparılacağına şübhəm yox idi. Çünki bu işin dövlətimiz üçün əhəmiyyətini bilirdim. İlk günlərdə işlər qaydasında gedilmiş kimi göründü. Uzun müddət keçməyinə baxmayaraq cinayət işinin qaldırılması barədə rəsmi məlumatın olmamağından narazılığımı elə bu öz səhifəmdən elan etdim. Aslan İsmailov yazır. Günlər keçdi. 50 nəfərlik siyahı da elan olundu. Ramiz Mehdiyevdən başqa haqlarında cinayət işləri qaldırılan digər şəxslər olmadı. Hərçənd ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib onun liderliyi haqqında badə qaldıranları hamı gördü. Ondan başqa bu ölkədə Ramiz Mehdiyevlə komandası bir komandada Əli Həsənovun, onun qudası Səttar Mehbaliyevin, Ziya və Elton Məmmədov qardaşlarının, Abel Məhərrəmovun, Nəcməddin Sadıqovun və digərlərin olmasını bu ölkədə bilməyən yoxdur. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qaynatasının əskəri olması və iş adamlarının 100 milyonlarla ölçülən əmlakını əllərindən almasına baxmayaraq, onun da haqqında bir səs çıxmadı. Əvəzində Ramiz Mehdiyev vəzifədə olanda onun tapşırıqlarını canbaşla icra edənlər, bugün isə hakimiyyətin rəsmiləri vəzifəsini yerinə yetirənlər bəhbəhlə bir tikə çörək uğrunda dava döyən müxalifətçi jurnalist Təzəxan Mirələmovu Ramiz Mehdiyev dəstəsinin üzvü elan etdilər. Rusiyanın keçmiş baş naziri məşhur Viktor Stepanoviç Çernomırdinin dediyi kimi, istədilər yaxşı edələr, həmişəki kimi alındı. Bax, beləcə, Ramiz Mehdiyev işini bir müxalifətçi jurnalist səviyyəsinə indirdilər. Bundan sonra bu işin ədalətli araşdırılmasına insanları necə inandıracaqlar bilmirəm, deyə Aslan İsmailov yazır. Rəylərdə görək nələr var, əziz dostlar. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, rəy və təkliflərinizi yazın. İndi keçirik Sərdar Cəlaloğlunu tənqid edən videolar. İlk kimdən başlayaq dostlar? İlk kimdən başlayaq? Demək, Tural Abbaslı'nın tənqidi var. Elə ilk öncə əziz dostlar, Tural Abbaslı'dan danışalım. Demək, Tural Abbaslı tənqid edir, deyir ki, demək, Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin tapşırığı ilə danışır, Tural Abbaslı deyir. İzləyək bunu əziz dostlar. Hansı kanalda Cəbhə TV-yə müsahibəsində deyir. İzləyək mi dostlar? Sonra əziz dostlar, Nemət Pənahlı da tənqid və təhqir edir Sərdar Cəlaloğlunu.
Əvvəlcə görək Tural Abbaslı Sərdar Cəlalovun niyə və nədə ittiham edir? Bugün ki, Əlkərini də tənqid edir ki, o maskalasın o prosesləri. Yəni, hədəf Əlkərini göstərilsin, Mehdiyev sıradan çıxsın. İzah elədim ki... Çıxışda var idi, deyir, mənim Əlkərimin heç vaxt münasibətlərim yaxşı olmayıb deyə bir çıxışı var. Bəli, savadsız dedi, bu savad yoxdur filan, sağlığında deyərdim də, ne deyim? Mən bu sağlığında deyəndə çöldə olanda, mən çöldə olanda da deyirdim. Burada dəfələrlə sizlə də demişəm ki, qardaş, gəlsin danışaq, birliyi də pozan, proseslərin də qabağını kəsən, Qarabağa gedən avtobus müxalifət deyən, ləkələyən, şər atan, böhtən atan, hücum edən, düzü söydürən cəmaatı. Yəni biz demişik. O vaxt bu proses bir... Əziz dostlar, avtobus müxalifəti ifadəsinin müəllifi, burada bilmirəm kimi deyir, Tural Abbaslı, amma o ifadənin müəllifi bilirsiniz də Ramiz Mehdiyev. Bilirsiniz yoxsa yox? Müxalifət avtobusu. Adam texnardır, texnoloq. Adamı, bax Ramiz Mehdiyevi indi apar qoy, demək Binəqədi Kanalizasiya İdarəsinin rəisi, gör oranı necə nüfuza mindirəcək. Orada bir rəy yazacaq. O boruların üstündə, o kanalizasiya boruların üstündə bir yazı yazacaq. Ölkəni gündəm edəcək. Ramiz Mehdiyevi siz belə deyək də çox da zəif hesab etməyin və mən düşünürəm ki, ölkə üçün, dövlət və dövlətçilik üçün hətta o vəzifədən çıxanda mən bir cənab prezident onu vəzifədən çıxaranda bir stat çalmışdım ki, Ramiz Mehdiyev yaşadıqca Azərbaycan dövləti üçün akademik təhlükə həmişə olacaq. Akademik təhlükə. Bunu mən demişəm Aqil Alışov. Əziz dostlar, indi davam edək. Görək Tural Abbaslı Sərdar Cəlalovunu niyə və nə üçün tənqid edir? İzləyək. Çox xahiş edirəm, bəyənin, paylaşın əziz dostlar. Kanalda olanlar hər hansı bir dəfə bəyənmə işarəsi və kanala abunə olmayanlar da abunə olmanızı xahiş edirəm. Əlbəttə verişlərimiz xoşunuza gələrsə. Bir dəfə də xatırlayasaq, elə 2019-un axırlarında belə çıxmışdı ortaya. Orada da sizin adınız var idi. Ramiz Mehdiyevin özünün məhkəməyə verəcəyi şəxslər adına sizin də var. Yenə eyni adlar təxminən fırlanır. Yəni eyni adları üzüm ki. Orada da İlman Nəsirovun adı var idi, vardı, Elşad Musayevin adı var idi, Rauf Arifoğlu'nun adı var idi. İndi Elşad Musayev ilə bu məsələlərdə o qədər indi son dönəmlər görsənmir deyə baxın. Eyni hücumdur da, eyni hücum xətti. O zaman Mehdiyevin özü birbaşa hədəf göstərirdi bizi. Sonra da indi bunu aldı. Eyni adlar da bu deyir. Təxmin aşağı-yuxarı eyni adlar. Bir-iki fərq var. Hamısı oradan da, indi o daha böyük siyahı. Bunun imkanı olsa onların hamısını sadalayardı. İndi ortalıqda kim var da hamı çəkinir. Belələrin əlindən artıq hamı çəkinir Mehdiyevin adını çəkməyə, Əlkərimin adını çəkməyə. Qardaş, mən yenə deyirəm, mənim Allahdan başqa işimdən qorxum və çəkinəcəyim də yoxdur. Zaten görmədiyimiz bir şey də deyil də, deyək ki, görməmişik, gəlməmişik, filan eləməmişik, əlhamdülillah. Amma suyu niyə bulandırırsan, sən qardaş? Məqsəd nədir? Onsuz da gedəcək bu. Bu da gedəcək, bunun qol budağı da gedəcək, qol budağı da gedəcək. Yəni o bilirsiniz... Prosesi biraz gelişdirib ləngitmək sərf edir. Ləngitmək deyəndə bilirsiniz biri var idi, Güldən Nazbərdi bu telegrafda adı çıxandan sonra dedi ki, mən gülməlidir filan peşməyəcək. Dedi, mən buradayım. Çıxıb da gələsiyəm bir həftə 10 günə qaydacam ölkəyə zada. İndi orada durub deyir ki, məni qaytarmayın, göndərməyin. Gəlmişən siyasi nazar olsun müraciət edirik var. Niyə? Niyə? Sən lidersən. Niyə? Lidersən də səni tuturlar. Sənin üzvləri tuturlar, sənin aktiv belə deyək, adamları tuturlar. Gəl sən nəyin artıq? Gözəl bayramından nəyin artıq? Allah rəhmət etsin, gözəl bayramın. Bu yolda canını qoydu. Bu Əlkərimdə gözəl bayramını keçirdi, ikinci sıraya bunu keçirdi onun qabağına. Bu da ədalət. Gəl tutulda tutulan ya o vaxt Xədicə İsmail həbs olmuş və indi içəridə yatan jurnalistlərdən nəyin artıqdır sən? Demirsən, mən liderəm, Azərbaycan müxalifətin, hərəsi özünə ad qoyur. Liderlərindən biri. Deyir, Azərbaycan müxalifətin liderlərini sən kim verir bu adı? Sən kimsən, sən partiyan var, təşkilatın var. Sən Skype danışıqlarından başqa şeylə bu, nə bilim o, Cəmilə sənin nəzarına ki, Cəmilə təbrik edin, neft düşüb. Sən nə müxalifətçiliyin oldu? Deyəcəm ki, 360.000 evroluqda mülki aşkarlanıb Türkiyədə uçur. 2 illik oturumu nə ilə alır bəs? Dostlar, Tural Abbaslı'nın demək həm Əli Kərimli ilə bağlı, həm də Sərdar Cəlaloğlu ilə bağlı açıqlaması mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Geniş bir müsahibə idi.
Bunda belə elək dostlar, gəlin görək Nemət Pənahlı. Nemət Pənahlıdan açıqlama var. Nemət Pənahlı tənqid edir, təhqir edir Sərdar Cəlaloğlunu. İzləyək mi dostlar? Dostlar, hansı efirə müsahibə verib, açıqlama verib, onu da yəqin ki, Media Türkiyə açıqlama veribdir. Xalq Cəbhəsi adında cəbhə var, təşkilat var, 4 dənə partiya var. Xalq Cəbhəsi biri var, 89-cu ildə yaranan Xalq Cəbhəsinin idarə heyəti var idi və orada da mən bilmərdə Zərdüş Əlizadə, Araz Əlizadə, Leyla Yunus bu şəbəkə KGB-nin agenturası idi. Orada Xalq Cəbhəsinin liberal qanadı deyirdilər, radikal qanadı deyirdilər. Liberal qanad birmənalı şəkildə Moskvaya, Rus imperiyasına, KGB-yə bağlı qüvvələr idi və bugün belə onlar Azərbaycan, SSR 30 ildir dağılıb, Azərbaycan 30 ildir müstəqildir. Bugünlər belə onlar Azərbaycanın müstəqilliyini həzm eləmir. Ancaq o cümlədən, onları, Raufun mən haqlı olduğu tərəfini deyirəm. Mən xaxşəbi türmədə olmuşam. Milli Şura yarananda mən türmədə olmuşam. Şərlənib, türməyə salınmış adam olmuşam. Yəni bugün əgər haqsızlıq, Sərdar Cəlaloğlu'nun çıxışına gəlirəm. Mən də izləmişəm. Tutaq ki, Sərdar Cəlaloğlu, mən həmin indi yaşadığımız, Əli Kərimlinin yaşadığı binada, mənim yaşadığım binada, Əli Kərimlərin biz alt üst yaşayırıq. Ora ilk yaşayan adam mənəm. Yəni o binada ilk yaşayışa gedəm, məndən öncə o bina təhvil verilmişdi. Mənim evim yox idi, çoxu da orada dövlət müşavirlərinin, məmurların evləri idi ki, ev ehtiyacı yox idi. Yəni o binada ilk yaşayan adam mənəm. Məndən 2 il, 3 il sonra tutaq gəlir ki, ancaq Sərdar Cəlaloğlu deyir ki, tutaq ki, bu böhtanıdır, bizim davamız buradan başlayıb ki, güya Ramiz Mehdiyev də o binada yaşayır, orada Əli Kərimli ilə orada bir binada yaşayırlar, orada bu ağ yalandır. Əgər bunu mən başa düşsəm ki, bu adam Ramiz Mehdiyevin nə o bina ilə heç bir əlaqəsi olmayıb, heç bir zaman Ramiz Mehdiyevin orada o bina ilə bağı olmayıb. Əgər bir cəmiyyətdə çıxır bir adam açıq yalan deyirsə, demək onun dediyi doğruya da şübhə altına salır. Şübhə altına salır. Əgər həqiqətən də Sərdar Cəlaloğlu əgər deyir, mən baxmamışım o verilişə, deyirsə Milli Şuranın Rauf Arifoğlu yaradıbdır, mən türmədə ola bilirəm ki, həmin dövrdə Rauf Arifoğlu Milli Şuranın yaranmasında ən az iştirak eləməyib, mübahisə olubdur. Yəni bu tarixi faktdır. Yaradıb deməli, sadəcə o proseslərdə iştirak etdiyim. İndi bilmirəm də nə cürdür, onun dediyini deyirəm də indi Rauf. Yəni söhbət bunda deyir ki, həmin başqa, tutaq ki, mən türmədə ola, ən az o gedişəti türmədən izləmişəm, bilmişəm də təxminən kimin mövqe yaradı, Milli Şurasını ki, bəli, Milli Şuranı yaradanda kimi təklif verdilər? Rüstəm İbrahim Bəyov. Aydın məşələdir ki, Rüstəm İbrahim Bəyov həmin Rusiya vətəndaşı idi, həmin ruhuna, iliyinə qədər Rus imperiyasına bağlı olan bir adamdır. Bu Azərbaycanın müstəqilliyinə fayda verə bilərdi ki. Yəni bunu deyilər ki, bu araşdıranda deyiləndə gərək, bu elə deyil ki, gizlin yaradılmayıb ki, uğurluq təşkilat deyil ki. Yəni ən azı məsələ qaldırılanda, məsələn, bəli, Rauf Arifoğlu deyirsiniz, eyni səviyyədə Rauf Arifoğlu vaxtilə Milli Azadlıq Hərəkatında iştirak olubdur. Və bu hakimiyyətə qarşı ən kəskin, radikal mövqedə dayanıbdır və sonraki mərhələdə hakimiyyətə dəstək veribdir. Yəni, biri var Rauf Arifoğlu'nun Milli Azadlıq Hərəkatındakı dövrdəki fəaliyyəti, biri var indiki fəaliyyəti. Yəni, hadisələrə yanaşanda, proseslər də, bax, bu günləri kimisə fəaliyyəti deyir ki, indi biz Sərdar Cəlaloğlu'nun fəaliyyətini araşdırırıq, yoxsa Ramiz Mehdiyevi. Biz prosesə münasibət besləyirik ki, yəni bu günləri Azərbaycanda hansı proses gedir? Əgər, Heydər bəy, sizə ən azı, mən sizin millətimizə, vətənimizə, dövlətimizə nə qədər bağlı olan bir insan olduğunuza zərrə qədər şübhəm yoxdur. Yəni bunu siz, biri var bu nöqteyi nəzdən açsaqsınız, yəni özünüz də
bu tərəfdən işıqlandırasınız, müsbət təsir verəcək. Əksinə, mən başqalarının, onun əksinə, mən də onu deyirəm, ora yönəldi. Əksinə, həmin Ramiz Mehdiyevin bugünkü vəziyyətdə əmin olun ki, ən böyük dayağı bugün hakimiyyətin içindədir. Yəni, ona görə, axırıncı dəfə Sevinç xanımla Musavatda da müsahibə verəndə dedi Ramiz Mehdiyev. Dedim, Ramiz Mehdiyev yox. Ramiz Mehdiyevlər. Ramiz Mehdiyev tək öz olsa, özünü yandı. İqtidarda da var, müxalifət. Bəli, yəni Ramiz Mehdiyevlər. Bu Rus satqınlar, milli satqınlar, ona adını 5-ci kolon deyin, nə deyin? Yəni, daim vətəni, milləti sataraq, millətimizin faciələri üzərində əsrlərlə öz meşcan harın həyatını təmin edən milli satqınlar. Əziz dostlar, görürsünüz də Nemət Pənahlı Media Türkiyə açıqlamasında deyir ki, Ramiz Mehdiyevin ən böyük dayağı hakimiyyətin içindədir və o təhqdir, Ramiz Mehdiyevlər çoxdur. Sizcə, nə qədər Ramiz Mehdiyev var hakimiyyətdə, vəzifələrdə? Və onlar Heydər bəy. Bizim faciəmiz nədir? Bax, millət olaraq. Çünki bu qüvvələr təşkilatlanmış şəkildədir. Çünki bunların arxasında imperiya dayanıb. Bunlar vahid bir mərkəzdən idarə edilir. Məsələn, tax onlara çağırırlar ki, bugünlər sizin lideri bu olacaq. Yəni, o Rus imperiyası bir dövlət mexanizması ilə öz agenturasını idarə edir. Və bunun kim müxalifətdə olacaqdır, kim harada hakimiyyətdə təmsil olunacaq, kim mandat alacaqdır. Bu, dövlət tərəfindən, imperiya tərəfindən ancaq milli qüvvələr kimdir? Məsələn, Nemət Pənahlı öz düşüncəsi kimi, istədiyi kimi fəaliyyət göstərir. O biri öz düşüncəsi fəaliyyət, hərə fərd olaraq biz fəaliyyət göstərir. Uzaqbaşı qrup olaraq. Biz qrup olaraq, bəzən öz aramızda kəskin adi bir dənə sözə görə qırğına çıxırıq. Ancaq onlar isə dövlətdən, dövlət içində dövlət kimi təşkilatlanıblar. Və onlar lazım gələndə onlara bu dəqiqə komanda veriblər ki, hamız Ramizi vurun. Yəni, bu günləri mənim böyük ehtimalım var ki, Ramiz Mehdiyevin üzərinə gedənlərin böyük əksəriyyəti Ramiz Mehdiyevin ən sadiq köpəkləridir. Niyə? Çünki açılmasın. Açılmasın. Burada hamı gedir. Yönləndirilsin. Buraya gələnlər hamısı Ramiz Mehdiyevin əleyhinə danışır. Siz qarşı. Bu necə ayrılır? Ay solda, görürsə, onun için ayrılmaq o qədər çətindir. Mən görə bu suallar verir, amma hələ ki cavab tapamıyorum. Hər bir şeydir. O qədər çətindir ki. Siz də əleyhinə danışırsınız, o da danışır, siz də deyilsin, hamısı köpəklərdir. Necə fərq kim? İndi bunu araşdırmaq var. Siz də üçün görə biz necə fərq? Ramiz Mehdiyevin 30 illik fəaliyyəti var da. Elədir, onun üçün deyirlər ki, bu günə baxmırsan ki, bu proses hardan gəlib? Ramiz Mehdiyev gəlib fəaliyyətə gələndən bax, həmin dövrdə bir daha desiniz, mən ən az 2 il prezident aparatında işləmişim. Heydər Əliyevin hakimiyyətə gələndə arxivləri qaldırın, baxın, çıxışları var axırda. Maksimum çalışırdı ki, milli burada birlik yaransın, milli dövlət yaransın. Yəni, hakimiyyətlə müxalifət barışıq şeyə geçsin. Ən azı mənə tapşırıq verib, mən prezident aparatında bununla bağlı partiyaları mənim təxminən İşlədiyim 2 ay deyildi, bunu təşkil eləmişik ki, Azərbaycanda milli qüvvələr bir araya gəlsin, milli birlik yaransın, dövlətlə, hakimiyyətlə müxalifət əməkdaşlıq eləsin, düşmən olmasın. Yəni, mənim sözümə inanmayan, mənim sözümə şübhə edən, siz də əgər olsa, qaldırın, tarixi çıxışları var da, Heydər Əliyev çıxışları hamısı internetdə dayanıb ki, nə qədər maraqlı. Ancaq Ramiz Mehdiyev məhz bu, o aparata gələndən sonra bir fitnəyə tökdü. Nə? Müxalifətlə hakimiyyət düşmən edilsin. Niyə? Çünki hakimiyyətə bu öz iddiasını eləmək, xalqı qaldırır, şey eləsin ki, təzyiq vasitəsi kimi istifadə eləsin. Yəni, biz olmasaq, burada oyunu qurur, bax, bu gün nərdəməcək? Oyunu qurur, hakimiyyətdə deyəndə prezidentə qarşı da təşkil eləyir özü. Və sübut eləyir ki, mən olmasam, yəni biz eləməsək, görürsən, xalq qalxar bunu eləyər. Bu fitnəkar, bu artıq Ramiz Mehdiyevin də başı deyil. Bu Rus imperiyasının senarisidir ki, xalqla hakimiyyət arasında uçurum yaratsın. Xalqla hakimiyyəti düşmən kimi gətirsin ortalığa. Bu xarici qüvvələrin, istənilən xarici qüvvələrə ölkəyə müdaxilə eləyəndə, xalqla, hakimiyyətlə, dövlətin birliyi olan yerdə o ölkəyə qalib gəlmək mümkün deyil. Qeyri-mümkündür. Və bunu indi dövlət hakimiyyət mən fürsətdən istifadə edib hakimiyyətə müraciət edirəm.
Bu gün bu vəziyyəti necə yaradıblar? Azərbaycanda iqtidar, müxalifət, münasibəti erməni ilə gedib biz danışırıq. İllərlə ən az görsəndə bizə düşmənçilik eləyən erməni ilə. Artıq erməni ilə gedib kimsə uzaqlaşıb, ancaq hakimiyyətlə müxalifət arası bir araya, satıldı, hakimiyyətdən bu dəqiqə çığırırlar ki, vay dədə, kimsə hakimiyyətə tutaq ki, tənqid eləmədisə, kimsə hakimiyyətə qarşı layal bir münasibət göz, aya satıldı. Yəni, hətta, biz də türküyük, Heydər bəy, Anadolu türkü də türküdür. Mən bu fikri vurğuluyam. Mən Türkiyəyə ki, burada təsəvvür edir ki, Azərbaycanda bu gün də o nə var? Niyə var? Biri gedib, məsələn, adam iki adam dalaşır, laf qan düşsün, gedib polisə şikayət eləyərəm. Polisə verənə alçaq kimi baxırlar, satqın kimi baxırlar, xain kimi baxırlar. Bu ənənə bu gün də burada yaşayır. Ancaq mən getdim, Anadolu Türkiyəsinə gedimdə, gördüm, millət neşə çıxsıraz polisə müraciət edirlər. Niyə? Sonradan fikirləşdim, niyə bu belədir? Mənim öz gəldiyim qənaətlərim. Çünki Azərbaycanda 200 il müddətində yaradılan dövlət düşmən dövləti olub. Dövlət aparatı, polis orqanları xalqa yox, düşmənə xidmət eləyibdir. Rus imperiyasına xidmət eləyib. Ona görə xalq öz içində məsələsini aydınlaşdırıb, dövlətə də baxıb düşmən dövləti kimi, polisə də baxıb düşmən polisi kimi. Ona görə bəli də 200 illik. Bəli, bu yox bu artıq indi biz müstəqil dövlətik axı. Demək biz bu ənəni təsəvvür edib bu gün də yaşadırlar. Artıq bu gün də yaşadırlar. İndi biz ona görə də burada elə bir ədalət. Əgər başda məsəl mən deyirəm, məsələn mənim kimi bax Nemət Fənalı. Mən əgər şərrənib həbs edilmişəmsə, baxıram ki, çevrəmdə bu adam bu qədər milli qüvvələr şərrə həbs edilirsə, məhkəmə yalan qərar çıxarırsa, mən ədalətə necə inanım? Və yaxud da ki, Sərdar Cəlaloğlular çıxır, açıq, ağ yalan deyirsə, böhtan deyirsə, mən bu böhtana ya şərik olmalıyam, bunun böhtanına qoşulma. Mən əxlaqım var, mən düşmənə böhtan atmaram. Mən düşmənçiliyi də, dostçuluğu da kişi kimi eləyərlər. Mən düşmənə bir... Əziz dostlar, Sərdar Cəlaloğlu yalan danışmaqda ittiham edir. Ümumiyyətlə, həmişə efirlərdə də Sərdar Cəlaloğlu'nun hər hansısa bir yalanı ilə rastlaşmışsınızmı? Varsa deyin. Niyə birdən-birə maraqlı bir sualdır, deyilmi? Niyə birdən-birə partiya sədrləri, deputatlar hamısı Sərdar Cəlaloğlu'nun üzərinə hücuma keçir, tənqid edir? Yazın, əziz dostlar, çox xahiş edirəm, yazın. Yəni, Sərdar Cəlaloğlu savadlı şəxsdir. Mən düşünmürəm ki, bu şəxslərə cavab verməmiş ola, cavab verəcək. Mən elə düşünürəm. Elə şər demək, böhtan deməyə alçaqlıq bilirəm, ləyaqətsizlik bilirəm, şərəfsizlik bilirəm. Sən siyasi marağıma görə, kimsə sifarişinə görə, ya kimsə başda qaralamağa, ya ki, bu əxlaqsızlıqdır, bu mənəviyyətsizlikdir. Sədəsə etdikləri sizə görə budur. Bəli, belədir. Bu adam sadəcə şəxsi qərəzi deyirsən, bax, təsəvvür elə ki, bu adam adı Demokrat Partiyasıdır. Nə olub? Bax, bu adamla, bu cəmiyyətin münasibətin fürsətdən düşmüşən deyirəm. Bax, Heydər bəy, bu adamı nə tanımamışım. Nə heç bir mənfi və müsbət münasibətimiz olmayıb. Bax, mənlə 30 ildir düşmənçilər. Nəyə görə? Eyni sual sizə də verim. Nəyə görə? Cavabını deyirəm. 89, o dövrdə mənim Azərbaycan Xalq Səbəsi yeni yaranmışdı. Bütün Azərbaycan xalqı dəyirman daşı kimi mənim ətrafımda birləşmişdi. Yəni, mənim bir sözümün qarşısına ikinci söz yox idi. Nəysə, əziz dostlar, sonra bu mövzuya gələrik. Hər halda sizin fikirləriniz önəmlidir. Yazın. Özü bilirsiniz ki, mən burada kiminsə tərəfini tutmuram, kimisə müdafiə etmirəm, xəbərləri diqqətsiz çatdırıram. Əlbəttə, mənə hansı sualla bağlı müraciət edirsinizsə, özüm o suala cavab verə bilərəm.